Mayın 13-də Azərbaycanın xalq yazıçısı, görkəmli kinodramaturq Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyi ilə əlaqədar Azərbaycan Kinematografçılar İttifaqının təşkilatçılığı ilə kinorejissor Murad İbrahimbəyovun "Ondan yaxşı qardaş yox idi" bədii filminin nümayişi keçirildi. Maqsud İbrahimbəyovun eyni adlı əsəri əsasında çəkilmiş ekran əsəri Azərbaycan, Rusiya və Bolqarıstanın müştərək istehsalıdır. Nümayiş mərasimini Azərbaycan Kinematografçılar İttifaqının katibi Oleg Səfərəliyev açtı. Bugün Murad İbrahimbəyovun filmi sizin nəzərinizə çatdırmaq istəyirik. Одним из наиболее ярких представителей нашего кинематографа является режиссер, сценарист, писатель Murad İbrahimbəyov. Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev çıxış edərək Maqsud İbrahimbəyovla bağlı xatirələrini bölüşdü. Вообще, каждый раз, когда собираемся, вспоминаем эту титаническую личность, просто хочется как встать, снять шляпу. У меня с собой здесь шапка, так что снять я уже снял. И вспомнить этого великого человека. Так получилось, что я был совсем маленький, мне было 29-30 лет. Я стал секретарем Союза писателей, сразу познакомился с Максудом. И через год мы решили вместе строить дом. И вот с тех пор мы построили, мы там жили все вместе, Рустам, Максуд, я. И вот с тех пор мы вместе очень тесно общались. Я был тамадой на его 50-летие, 60-летие, 70-летие. На 50-летие впервые Гейдар Алиев пришел, он никогда не ходил на банкеты после возвращения. И вот пришел, и 400 человек, сидящих в зале, все в один голос, включая мою жену, меня умоляли: только не напейся, потому что Гейдар Алиев сидит в зале. Daha sonra filmin quruluşçu rejissoru Murad İbrahimbəyov səhnəyə çıxaraq "Ondan yaxşı qardaş yox idi" bədii filminin nümayişdə iştirak edən yaradıcı qrup üzvlərini səhnəyə dəvət etdi. Я точно знаю, что сейчас какая фраза отца подходит к сегодняшнему вечеру. Он сказал: так много людей и ни одной противной морды. Это была его любимая, часто произносимая фраза. А с вашего позволения я хотел представить члена съемочной группы, моего человека, которого бесконечно уважаю, Гаджи Бей Исмайлов, который оказал мне честь сниматься еще в студенческой картине. Назир Бей, актер Назир Рустамов. Шалам халам. Мой друг Тофик Мусаев, который работал у меня на многих картинах исполнительным директором. И Эльман Шарим, который замечательный, выдающийся, я бы сказал, кастинг-директор. Я думаю, кастинг-директор номер один в нашей стране. Əlbəttə mən çox sevinirəm ki, belə bir ailənin, belə bir nəslin görkəmli insanları ilə bir yerdə çalışmaq mənə nəsib olub. Bilirsiniz, mən Ad günü filminə çəkilənə qədər nə Rüstəm İbrahimbəyovu tanıyırdım, nə Maqsud İbrahimbəyovu tanıyırdım. Amma həyat elə gətirdi ki, mən onların yaradıcılığına bilavasitə daxil oldum. Və hələ heç mən kinoya çəkilməmişdim deyəsən. Ya yadımdadır, bəlkə də ad gününə çəkilmişdim. İlk dəfə teatrda mənim deməli oynadığım rollardan biri Maqsud İbrahimbəyovun Gərgədan Buynuzu piyesi idi. Rogna Soroga. Və çox maraqlı bir tamaşa idi, uzun müddətdə getdi. Amma mənim bilavasitə yaradıcılığım Rüstəm İbrahimbəyovla aiddir. Yəni onun və unudulmaz rejissorumuz Rasim Ocağovun. Və mən çox sevinirəm ki, mən Rüstəm İbrahimbəyovun 6 film senarisi üzrə çəkilən filmlərə çəkilsəm də, amma mənim bir-iki filmim də var ki, o da Maqsud İbrahimbəyova aiddir. Onlardan biri, səhv eləmirəmsə, mənim ailəm və uşaqlarım belə bir film vardı, qısa metrajlı. Ora Maya Simya Mayi Deti. Ora çəkildim. Bilirsiniz, çox, nə bilim, bəlkə də bu xoşbəxtlikdir hər bir aktyor üçün, hər bir sənətkar üçün ki, belə bir qüdrətli yazıcıların, belə qüdrətli senaristlərin və dramaturqların əsərlərində, teatrda da oynasın, kinoya da çəkilsin
Və nə yaxşı ki bu ənənə davam eləyir. Və bu ənənəni davam elətdirən bizim əziz dostumuz Muraddır ki, bax dayanıb burada. Muradla mənim dostluğum, ünsiyyətim, yaradıcılığım uzun illər bundan qabaq başlayıb. Belə ki, Muradın bir diplom tamaşası vardı və çəkirdi bunu Sanqaçal Divanlı tərəfdə bir sajvi zavod var idi. Hər yer qapqaranlıq. Orada ilk dəfə mən Muradın debüt filmində çəkilmişəm və oradan da bizim yaradıcılığımız başlayıb və o yaradıcılıq oradan sonra gedib Moskvaya da çıxıb, gedib Arxangelska da çıxıb, düzdür, Çukçaların yanına getməyə mənə nəsib olmadı. Amma onları gördüm, yəni gözəl bir film idi, ləzzət eləyirdi adama ki, gənc bir rejissor, istedadlı bir insan, bax belə kinonu sevir və yaxşı kino çəkmək istəyir. Mən Murada ürəkdən təşəkkür edirəm. Çünki o məni sonra Tanit Zalatıq Tilçov Qızıl Külçələrin rəqsi filminə dəvət elədi. O da maraqlı bir film idi. Amma ondan sonra qardaşımdan yaxşısı olmayıb. Olmayacaq da. Mən belə başa düşürəm. Allah hər ikisinə rəhmət eləsin, Rüstəmə də, Maqsuda da. Onlar şəxsiyyət idi. Və genetik olaraq həm şəxsiyyətləri və həm də yaradıcılıqları bugün Muradın timsalındadır. Murad, mən sənə can sağlığı arzu edirəm. Sənə yeni uğurlar arzu edirəm. Bir neçə il sonra mən anamla bir yerdə həmin küçəyə, həmin məhəlləyə köçürmüşəm yaşama və indi də orada yaşayıram, həmin küçədə, film çəkilən küçədə. Və orada hətta balaca uşaqlar var idi, filmə də mane olurdu bəzilərin deyili, ay dayı kino çəkir sifəfi. Həmin uşaqlar bizdən şəkil çəkdirdilər və həmin uşaqlardan bir neçəsi mənim həyətdəki qonşumdur. Hətta şəkillərdə qalıb. İndi təklifim budur ki, Murad müəllim, deyirəm, bəlkə bir filmdə çəkəsiniz, məni o Sovetskidən çıxardasınız. Axşamınız xeyir əziz dostlar. Deməli bu filmdən çəkilişindən 15 il keçib. Heç adam elə bil ki, göz qırpımında keçmək 15 il. 2010-cu ildə çəkildi də. Oradan da Murad müəllimlə işləmək çox xoş idi, çox gözəl idi. Mən bu rolə təsadüfən düşdüm. Belə ki, Rasim Balayevi çəkmək istəyirlər. O nəysə o vaxt qardaşı rəhmətə getmişdi, çəkilmədi. Bunlar axtarırdılar. Sonra mənim kinostudiyada balaca bir şəklimi görüblər. Sizin köməkçi Mariya idi də deyəsən adı. Nəysə deyiblər ki, gəlsin görək. Məni görən kimi bunlar da bu şəkil da atelində düşürdülər. Mariya məni görən kimi dedi ki, вот, наконец мы нашли aktyor. Və o vaxtdan çəkildim, oradan da çox xoş oldu mənim üçün. Düzdür, rol o qədər də, amma çox samballı da, yadda qalan roldür və mən bugün Murad müəllimi görməyimə çox şadam. Hələ heç biz nətər deyəm, rus demişkən, uspet eləyib görüşməmişik də, bəyək danışırdı, yaxınlaşmadım. Mən çox istərdim ki, Murad müəllimlə və Murad müəllim kimi rejissorlarla yenə işləyim, roller oynayım. Sağ olun, təbrik edirəm. Allah hər iki böyük yazıçıya, dramaturqa rəhmət eləsin. Sağ olun. Filmin süjet xəttinə əsasən Cəlilin həyat hekayəsi Böyük Vətən müharibəsi illərində başlanır və 20-ci əsrin 70-ci illərində sona çatır. Bu, bir Azərbaycanlı ailəsinin əhvalatıdır ki, iki qardaş arasındakı münasibətin həll olunmazlığı ilə faciəli şəkildə sona çatır. Cəlil kiçik qardaşı Simurğu səmimi qəlbdən sevir və onu özünə ən yaxın adam hesab edir. Bunu dərk etməmək və dərk etmək istəməmək Cəlilin uzun illər öz prinsiplərinə, əcdadlarının qanunlarına uyğun qurduğu bütün dünyanın dağılmasına gətirib çıxarır. Filmin dramaturji dəyərində ssenari müəllifləri Pavel Finlə Murad İbrahimbəyovdan əvvəl ilkin ədəbi mənbənin, povestin müəllifi yazıcı Maqsud İbrahimbəyovun peşəkar üslubunu formalaşdıran əsas amillər, ssenarist və rejissor olması da mühüm əhəmiyyət kəsb edir. Filmdə Sergey Puskepalis, Yevgeniy Tsiganov,
Timur Bazinski, Hacı İsmailov, Nazir Rüstəmov və başqaları çəkiliblər. Maqsud İbrahimbəyovun nəsri və dramaturgiyası bir-birindən tamam fərqli olsa da, onların hər birinin özünə məxsus yaradıcı ifadəsi var. Onun əsərləri və ssenariləri əsasında bizim Cəbiş müəllim Uşaqlığın son gecəsi, Mezozoy əhvalatı, Bayquş gəlmişdi, Yay tətili, Bütün yaxşılıqlar üçün ölüm, Turskavistə kim gedir, Sən nəğməmsən mənim və digər bir sıra bədii filmlər çəkilib. Qeyd edək ki, 13 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.